Vətənin dar günündə sinəsini sipər edən qəhrəman oğullardan biri də Əliyev Ziyadxan İbrahimoğludur. Əslən Cəbrayıl rayonu Sultanlı kəndindən olan Əliyev Ziyadxan İbrahimoğlu 12 yanvar 1997-ci ildə Kürdəmir rayonu Carlı kəndində anadan olmuşdur. Ailənin 3 övladından biri idi. Əliyev Ziyadxan İbrahimoğlu 2003-2012-ci illərdə Kürdəmir rayonu Carlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə isə Sumqayıtda yerləşən Qubadlı rayon Fərcan kənd tam orta məktəbində təhsil almış. 2014-2018-ci illərdə Azərbaycan Texnik Universitetinin Avtomatika və Kompüter Texnikası fakültəsinə daxil olmuşdur. Ziyadxan hələ yeniyetmə yaşlarındaykən Milliyyətçi Gənclər Təşkilatının, universitet illərində isə Real Partiyasının fəal üzvlərindən olmuşdur. Real Partiyasında Qarabağa Azadlıq Komitəsinin Cəbrayıl rayon şöbəsinin sədri vəzifəsində çalışmışdır. Universiteti bitirdikdən sonra 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə getmişdir. Hərbi tibb kursunda 3 ay təhsil alan Ziyadxanın təxris olunmasına 3 gün qalmış müharibə başlayır. Və o, cəbhənin Suqovuşan istiqamətində döyüşlərdə iştirak edir. Səhra tibb məntəqəsinin heyətində yaralı əskərlərimizin həyatını xilas edir. Ziyadxan Əliyev oktyabrın 1-də yaralı yoldaşlarına yardım edərkən Suqovuşanda şəhid olur. Qəhrəman şəhidimiz Kürdəmir rayon şəhidlər xiyabanında dəfn olunub. Ziyadxan İbrahimoğlu Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə vətən uğrunda Suqovuşanın azad olunmasına görə cəsur döyüşçü medalları və 3-cü dərəcəli vətənə xidmət ordeni ilə təltif olunmuşdur. Ən böyük arzusu doğma yurdunu işğaldan azad etmək və kəndini görmək olan Ziyadxan o günü görə bilməsə də ruhu şaddır. Çünki bugün torpaqlarımız işğaldan azad olunub, nur içində uyub, şəhid